Salamlar, vaxtınız xeyir olsun. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi aprel ayının 23 və 24-dən başlayaraq Azərbaycan xüsusilə də şimal, qərb və şimal-şərq rayonlarında hava şəraitində dəyişiklik gözlənilir. Prosesdən sonraki inkişafı nəticəsində isə aprel ayının 26, 27 və 28-də isə prosesin daha da kəskinləşməsi nəticəsində artıq Azərbaycan demək olar ki, əksər rayonlarında hava şəraitində dəyişiklik gözlənilir. Yağıntıların xüsusilə də Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında və Xəzər dənizinə yaxın olan şərq rayonlarında yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması gözlənilir. Prosesə səbəb isə aprel ayının artıq 3-cü 10 gününün xüsusilə də sonlarına doğru Şərqi Avropa ərazisində, Qərbi Rusiya ərazisində, Qaradəniz ölkələrində və Xəzərin şimal ərazilərində orta troposferdə atmosfer təzyiqinin ötən günlərlə müqayisədə xeyli aşağı inməsi gözlənilir. Xüsusilə də orta troposferdə atmosfer təzyiqində kəskin tərəddüdlər nəticəsində siklon sistemlərinin aktivləşməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənilir. Prosesin nəticəsində şimaldan daxil olan soyuq hava kütlələri ilə Qara dənizdən və Aralıq dənizinin şərqindən daşınan rütubətli hava kütlələrinin bir-birindən qarışması nəticəsində siklon sistemlərinin formalaşması ehtimalı var və prosesin sonraki inkişafı nəticəsində isə prosesin nəticəsində Kiçik Asiya ərazisindən hava kütlələrinin Qafqazın cənubuna, Azərbaycan ərazisinə daxil olması gözlənilir və nəticədə aprel ayının 23 və 24-dən başlayaraq artıq Azərbaycanın əvvəlcə şimal-qərb və şimal-şərq rayonlarında hava şəraitində dəyişiklik gözlənilir. Prosesin sonraki inkişafı nəticəsində isə aprel ayının artıq 26, 27 və 28-də isə Azərbaycanın demək olar ki, əksər rayonlarında yağıntılar gözlənilir. Ən güclü yağıntılar Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailli, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları arasında gözlənilir. Nəticədə bu müddət ərzində, yəni aprel ayının 23-dən başlayaraq aprel ayının sonuna qədər olan müddət ərzində hava şəraitində tez-tez dəyişiklik gözlənilir. Xüsusilə də aprel ayının 26 və 27 və 28-də prosesin daha da güclənməsi nəticəsində yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması gözlənilir. Nəticədə hazırki müddətdə artıq çaylarda gürsulluq gözlənilir və çayların sululuğun aprel ayının sonlarında daha da artması ehtimalı var. Prosesə səbəb isə yüksək dağlıq ərazilərdəki əriyən qar suları ilə leysan yağışlarının gətirdiyi sular bir-birinə qarşıdır. Nəticədə çaylarda daşqın riskinin daha da artması ehtimalı var. Prosesin nəticəsində xüsusilə də aprel ayının 26, 27 və 28-də topa yağış buludlarının daha da güclü şəkildə inkişaf etməsi ehtimalı var ki, nəticədə supersel buludların təsirindən yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması ehtimalı var. Eyni zamanda yağan dolunun diametrinin də iri dənəli yağması ehtimalı var. Proses eyni zamanda küləklərin güclənməsi ilə müşahidə edilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranboy ərazilərində, eyni zamanda Naftalan, Bərdə, Tərtər, Beyləqan, Füzuli, Cəbrayıl ərazisində və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində, eyni zamanda Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də aprel ayının 23 və 24-də hava şəraitində dəyişiklik gözlənilir. Aprel ayının 26, 27 və 28-də isə hava şəraitinin daha da güclü şəkildə dəyişilməsi ehtimalı var. Nəticədə yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması gözlənilir. Xüsusilə də aprel ayının 26, 27 və 28-də prosesin daha da güclənməsi nəticəsində topa yağış buludlarının güclü inkişafının sonraki mərhələsində supersel buludların yaranması ehtimalı var. Nəticədə yağan dolunun diametrinin bir qədər iri dənəli yağması ehtimalı var. Eyni zamanda düşən yağıntıların da lokal leysan xarakterli intensiv və güclü olması gözlənilir. Lokal xarakterli, qısa müddətli, şiddətli yağıntıların da müşahidə edilməsi ehtimalı var. Prosesin nəticəsində ərazidən axan çaylarda gürsulluğun davam etməsi gözlənilir. Xüsusilə də aprel ayının 26, 27 və 28-də isə prosesin daha da güclənməsi nəticəsində bəzi dağ çaylarında isə daşqın və sel hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Ucar, eyni zamanda və Biləsuvar ərazilərində də aprel ayının 23 və 24 axşam saatlarında qısa müddətli yağış yağması ehtimalı var. Aprel ayının 26, 27 və 28-də hava şəraitinin daha da dəyişilməsi gözlənilir. Nəticədə yağıntıların lokal xarakterli, arabir intensiv olması ehtimalı var. Xüsusilə də aprel ayının 26, 27 və 28-də Azərbaycanın şimal, qərb və şimal-şərq rayonlarında formalaşan ildırım dolu buludlarının bəzi hissələrinin Mərkəzi Aran rayonlarına daxil olması ehtimalı var. Nəticədə yağıntıların da Mərkəzi Aran rayonlarında aprel ayının 26, 27 və 28-də lokal xarakterli intensiv və güclü olması gözlənilir. Prosesin nəticəsində Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında və Araz çayında gürsulluq gözlənilir.
Azərbaycan ərazisi ilə bərabər qonşu Gürcüstan ərazisində də aprel ayının 3-cü 10 günün sonlarına doğru hava şəraitinin tez dəyişilməsi gözlənilir. Xüsusilə də Gürcüstan ərazisində aprel ayının 26-sı, 27-si və 28-sində yağıntıların daha da güclü olması ehtimalı var ki, nəticədə Kür çayının yuxarı axınında da gücsüzlüğün daha da artması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardıma və Lerik ərazilərində də aprel ayının 23-ü və 24-də qısa müddətli lokal xarakterli yağış yağması ehtimalı var. Xüsusilə də aprel ayının 26-sı, 27-si və 28-sində isə yağışın lokal xarakterli intensiv olması gözlənilir. Yəni ən böyük dəyişiklik isə aprel ayının 26-sı, 27-si və 28-sində gözlənilir. Prosesin nəticəsində ərazidən axan dağ çaylarında gücsüzlüğün davam etməsi gözlənilir və lokal xarakterli sel daşqın hadisələrinin artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində bu müddət ərzində hava şəraitində kəskin dəyişiklik gözlənilir. Lakin xüsusilə də aprel ayının 26-sı, 27-si və 28-sində hava şəraitində dəyişiklik gözlənilir. Aprel ayının 26-sı, 27-si və 28-sində Bakı, Abşeron, Sumqayıt ərazisində də havada buruduluğun artması ehtimalı var və arabir lokal xarakterli yağış yağması gözlənilir. Yanğınların lokal xarakterli intensiv olması, şimşək çaxması, xüsusilə də aprel ayının 26-sı, 27-si və 28-sində Bakı, Abşeron, Sumqayıt ərazisində şimal küləklərinin arabir güclənməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.